Deməli, danışırıq sifət. Sifət əşyanın əlamətini və keyfiyyətini bildirir. Sifət ismin yanında gəlir, ismi izah edir. Məsələn, gözəl, məsələn, nə deyə bilərik, başqa bir şey deyək, qız, bir də deyirəm, gözəl, danışdı. Eyni söz iki nitq hissəsi olur. Əgər ismin yanında gələrsə gözəl sözü, bu zaman sifət. Əgər hərəkəti izah edərsə, bu zaman zərf olur. Bu təkcə gözəl sözünə aid deyil. Gözəl, iti, cəld, açıq, yaxşı, pis. Bunlar həm sifət, həm də zərf ola bilər. Əlamət keyfiyyət bildirir sifət. Əlamət gözlə görünür, keyfiyyət gözlə görünmür. Məsələn, deyə bilərik sarı, qoca, gənc. Bunlar əlamət, görürük. Amma keyfiyyətlər gözlə görünmür. Məsələn, ağıllı, dadlı, yaxud da maraqlı. Bunlar keyfiyyətdir. Keyfiyyət gözlə görülmür, əlamət gözlə görünür. Sifət necə, nə cür, bir də hansı suallarına cavab verir. Necə, nə cür, hansı suallarına cavab verir. Hansı sualı həmçinin sıra sayınında sualıdır. Ona görə də sifətindən sıra sayının ortaq xüsusiyyəti hər ikisi hansı sualına cavab verə bilir. Quruluşsa sifətlər də isimlər kimi sadə, düzəltmə və mürəkkəb olur. Sadə sifətlər ya bir kök, ya da kök və qrammatik şəkildən ibarət olur. Məsələn, yaxşı, bir kök, yaxşılar, kök və qrammatik şəkilci. Düzəltmə sifətlər kök və leksik şəkilcilər vasitəsilə yaranır. Məsələn, sız, siz, sus, süz, duz, sus. Sonra lı, li, lu, lü, yağlı. Sonra deyə bilərik keş, zəhmət, keş. Həm adlardan sifət düzəlir, həm feillərdən. Adlar deyəndə isim, sifət, say, əvəzli, zərf, yəni əsas nitq hissələri. Feil deyəndə elə sadəcə feil. Sonra var kar, tələbkar, gər, hiləgər, cıl, cil, cul, cül, zarafatcıl, zarafatcıl. Sonra ivi şəkilcisi var, dairəvi. Bu şəkilci ilə bağlı bir qeydimiz var, onu da qeyd edeyim, keçməyək. Deməli, kimyəvi, dünyəvi, əşyəvi, xəlqi, bir də mənəvi. Bunlar quruluşda sadə sifətlərdir. Deməli, ivi düzəltmə sifət yaranır. Həmçinin ivi isim də yaradırdı. Gəncəvi, Təbrizi, Təbriz, Təbrizi isim də yaradırdı. Dairəvi, ailəvi, bunlarda tərbiyəvi sifət yaradır. Düzəltmə olur. Dairə sözün kökü, vi leksik. Lakin kimyəvi, dünyəvi, əşyəvi, xəlqi, mənəvi sözləri quruluşda sadə sifətlər sayılır. Çünki kimyə, yaxud da dünya, əşyə, xəlq, mənə sözləri olmadığı üçün bu sözlər bir kök sayılır, quruluşsa sadə sifətlərdir. Ön şəkilcilər sifət yaradır. Məsələn, bivəfa, məsələn, basəfa, namərd. Ön şəkilcilərin hamısı alınmadır, leksikdir və sifət yaradır. Sonra sifət düzəldən şəkilcilərə deyə bilərik, I, I, U, Ü şəkilcisi var. Armudu, armudu, badamı. Armudu, badamı yeri gəlmişkən forma bildirir. Armud, armudu, badam, badamı. Badamı gözlər, forma bildirir. Armudu, stəkan. Həmçinin rəng də düzəldir bu şəkilçə. Məsələn, deyə bilərik ki, innabı, daha sonra şabalıdır, sonra xurmayı, zoğalı, bunlar hamısı rəng bildirən sifətlər sayılır və düzəltmədir. Gümüşü,
qızılı. Keçən səfər demişdik ki, gümüş və qızıl material bildirir, isimdir. Gümüşü, qızılı düzəltmə sifətdə rəng bildirir. Onlar rəng bildirir. Daha sonra şəkilçilərdən deyə bilərik, dar şəkilçisi həm isimdə var idi, həm sifətdə. Məsələn, evdar, əməkdar, bunlar düzəltmə sifət sayılır. Amma ambardar, xəzinədar bunlar isim sayılır. Sonra şəkilçilərimizdən var sulu şəkilçisi. Yoxsul. Yoxsul. Sulu şəkilçisi. Ola bilər pərvər. Vətənpərvər. Sonra başqa ola bilər xah şəkilçisi var. Xah. Bunlar bir cür yazılan qeyri-məhsuldar şəkilçilərdir. Yəni dilimizdə az işlənir və alınma şəkilçilərdir. Bu şəkilçilərin içərisində Lili-luli şəkilçisi. Çox da həm isim, həm sifət düzəldənlər. Darda, sonra Lili-luli də. Bunlar həm isim, həm sifət düzəldir. Lili-luli şəkilçisi isimdə sifətdə düzəldir. Məsələn, deyirik ki, yağlı. Bir də deyirik şəhərli. Bunun isim ya sifət olduğunu necə seçirik? Birinci qarşısına ən qoyuruq. Ən yağlı deyə bilirik, lakin ən şəhərli deyə bilmirik. Yaxud da Lili-luli şəkilçisinin yerinə sız-siz, susuz qoyuruq. Yağlı, yağsız. Amma şəhərli, şəhərsiz deyə bilmirik. Yaxud da olan sözü artırırıq. Yağlı yemək, yağı olan yemək. Şəhərli qadın, şəhəri olan qadın deyə bilmirik. Məsələn, ən sözü qoyuruq, sız artırırıq, bir də olan sözü artırırıq. Əgər bunlardan üçünü də tətbiq eləməyə gərək yoxdur, sadəcə birini tətbiq edəndə aydın olur. Elə ən sözü qoyanda ən yağlı deyə bilirik, lakin ən şəhərli, ən kəndli deyə bilmirik. Deməli, ən sözü qoyduğumuz deməli sifətdir, amma qoya bilmədiyimiz isimdir. Çoxaltma dərəcəsində yüksəltdiyim dərəcəni də qəbul edər sifət. O zaman ortaya çıxdı ki, buradakı söz sifətdir. Amma bunu çoxaltma dərəcəsinə yüksəltməyə çalışdım. İsim dərəcə əlaməti daşımadığı üçün çoxaltma dərəcəsinə yüksəlmədi. Deməli, burada şəhərli sözü isimdir. Bu şəkilçinin seçilmə qaydası. Daha sonra şəkilçilərimizdən ən çox lazım olan və testlərdə qarşımıza çıxan var. Daçı-dəki şəkilçisi. Bu şəkilçi bütövlükdə bir leksik şəkilçi sayılır, parçalanmır və yalnız sifət düzəldir. Hansı hissəsinə qoşulmasından asılı olmayaraq sifət düzəldir. Məsələn, evdəki ismə qoşulub. Yaxud da deyirəm ki, yuxarıdakı zərfə qoşulub. Səndəki əvəzliyə qoşulub. Birincilərdəki burada saya qoşulub. Deməli, ismə, sifətə də qoşula bilər. Məsələn, deyirəm ki, qocalardakı sifətə də qoşulur. Bu şəkildə hansı hissəsinə qoşulur, qoşulsun, yalnız hansı sualına cavab verir və sifət yaradır. Sifətin sualları necə, nə cür, hansı? Amma daçı şəkilçisinə necə, nə cür sualı vermək olmur. Yalnız hansı sualı verir və yalnız da sifət düzəldir. Cümlədə harada daçı-dəki gördünüzsə, bilin ki, sifətdir və hansı sualına cavab verir. Bir də varımızdır çı-çi-çü-çü şəkilçisi. Çı-çi-çü-çü. Bu şəkilçi isim və sifət düzəldir. Əgər zaman bildirən sözlərə qoşulubsa sifətdir. Məsələn, səhərki, gecəki, bildirki, dünənki, əvvəlki və s. Çox deyə bilərsiniz. Məsələn, sabahçı, bugünkü, sonrakı, zaman bildirən, kökü zaman bildirən sözlərə çı-çi-çü-çü qoşulsa, bu zaman sifət olur. Və buna da yalnız sifət kimi hansı sualı verə bilirik? Yalnız hansı? Məsələn, deyirəm ki, səhərki hadisə. Sual verin, hansı hadisə? Axşamki
Qonaqlar, hansı qonaqlar? Dünənki imtahan, hansı imtahan? Yalnız hansı sualına cavab verir? Zaman bildirən sözlərə qoşulanda bu zaman sifət yaradır. İsim nə zaman yaradır? Əvəzliyə və ismə qoşulanda. Məsələn, deyirəm, kitab kimindir? Deyirik ki, Əlininki. Kimindir? Bu ismə qoşulub və isimdə yaradıb buradakı ki şəkilçisi. Yaxud da səninki. Kitab kimindir? Səninkidir. Əvəzli ilə insan adlarına qoşularsa, bu zaman isim yaradır. Zaman bildirən sözlərə qoşularsa, bu zaman sifət yaradır. Sifət yaradanda da sualı yalnız və yalnız hansı sual olur? Başqa suala cavab vermir. İmtahanlarda qarşımıza tez-tez çıxır. Testlərdə qarşımızda məsələn tez-tez çıxır ki, aşağıdakı sifətlərdən biri yalnız hansı sualına cavab verir? O zaman mən aşağıdan ya Bakıdakı qəbul edən sifət axtarmalıyam, ya da Ç2Q2 şəkilçisi qəbul edən sifət axtarmalıyam. Bu iki şəkilçi. Əgər bizə sualda versə ki, yalnız hansı sualına cavab verən sifəti seç, ya Bakıdakı qəbul edən sifət axtarım, ya da Ç2Q2. Çünki digərlərini necə nəcür hansı verə bilirik. Amma bu iki şəkilçi qəbul edən sifətə yalnız hansı sualını verə bilirik. Sonra sifətlər quruluşsa olur bir də mürəkkəb. Mürəkkəblər də iki kökün birləşməsindən yaranır. Yaranma yolları isimdəki kimi müxtəlifdir. İki müxtəlif mənalı sözün məsələn birləşməsindən. Deyirik ki, hazır cavab. Hazır cavab adam. İki müxtəlif mənalı sözün birləşməsindən yarananlar. İki düzəltmə sifətin birləşməsindən yarananlar. Məsələn, sınıq, qəlbli. Açıq ürəkli, sınıq, qəlbli. İki düzəltmə sifətin birləşməsindən yarananlar. A bitişdiricisi ilə yarananlar. Deməli, rəngpərəng, rəngarəng, cürbəcür, bir də deyirik növbə-növ. Deməli, rəngpərəng, rəngarəng, cürbəcür, növbə-növ. Bunlar ba bitişdiricisine yaranan sifətlərdir. Ba bitişdiricisi yeri gəlmişkən isim yox, zərf də yaradır. Taybatay, üzbəüz, günbəgün, addım-addım. Yadımıza saxlayırıq. Bu 4 sözdə yaradır, deməli, adətən sifət. Yerdə qalan sözlər yanbayan, taybatay, üzbəüz, günbəgün, addım-addım, kənd-bəkənd, ilbəyil. Bunlarda yaradır zərf. Daha sonra yaranır mənsubiyə şəkilçili sözün köməyi ilə. Məsələn, stol, üstü. Stol, bir kök, üst, üstü, mənsubiyə şəkilçinin birləşməsi ilə yaranan mürəkkəb sifət. Sonra varımızdır yaxın mənalı sözlərdən yarananlar. Məsələn, yaxın mənalı sözlərdən deyə bilərik. 5-ci, güllü, çiçəkli. Əks mənalı sözlərlə yarananlar. Məsələn, acılı, şirinli. Əks mənalı sözlərlə yaranır. Bir tərəfə ayrılıqda işlənməyənlərlə yarananlar. Məsələn, xırda-mırda. Xırda-mırda. Bir tərəfi ayrılıqda işlənə bilməyən sözlərdən yarananlar. Bir də qeyri sözü ilə yarananlar. Məsələn, qeyri-adi. Qeyri sözü ilə yarananlardır. Bir tərəfi ayrılıqda işlənə bilməyənlərdir. Daha sonra yaxın mənalı, əks mənalılardır. Bunlar defislə yazılır. Yerdə qalan mürəkkəb sifətlər bitişik yazılır. Bir də eyni sözün məsələn təkrarı ilə yarananlar da defislə yazılır. Məsələn, acı-acı, şirin-şirin. Bunlar da defislə yazılır. Deməli, eyni sözün təkrarı, qeyri sözü ilə yarananlar, bir tərəf ayrılıqda işlənməyənlər, əks mənalılar, yaxın mənalılar defislə yazılır, mürəkkəb sifətdir. İki müxtəlif mənalı sözün birləşməsindən, bir tərəf mənsubiyə şəkilçisi ilə yarananlar, iki düzəltmə sözün birləşməsindən yarananlar, ba bitişdiricisindən yarananlar mürəkkəbdir, bitişik yazılır, ayrı yazılan mürəkkəb sifət də dilimizdə yoxdur. Bir də qarışdırılan bir məsələ.
şəkilçilər var. An, ən, bir də ağan, əyən şəkilçisi. An, ən şəkilçisi sifət yox, feili sifət düzəldir. Feili sifət. Ağan, əyən sifət düzəldir. Yəni, ağan, əyən şəkilçisi qəbul edən söz sifət sayılır. An, ən qəbul edən söz sifət yox, feili sifət sayılır. Məsələn, çalışan qadın. Bir də deyirik, güləyən qız. Çalışan, an, ən və qrammatik şəkilçidir. Burada çalışan söz olacaq, feili sifət. Güləyən, ağan, əyən. Bu olacaq, deməli, özü qrammatik yox, leksik. Bu olacaq düzətmə sifət. Feildən sifət düzəlir. Yəni, nəticədə bu sifət olur. Yaxud da küsəyən, ağlağan, ağlağan. Bunlarda olacaq düzətmə sifət. Amma desək ki, məsələn, küsən, gülən, gələn, bunlar feili sifət. Bunları sifət kimi işlədə bilmərik. Bunlar sayılır feili sifət. Bu da bizim sifətin quruluşsal növləri. Növbəti dərs sifətin dərəcələri və sifətin isimləşməsini keçəcəyik.